Hamıya salamlar dostlar. Deməli bu videoda sizlərə 2025-ci ildə yatırımsız necə pul qazanacaqsınız onu göstərəcəm dostlar. Videomuza keçmədən öncə videomuza like atıb kanalımıza abunə olmağı unutmayın. İndi isə çox uzatmadan keçək videomuza. Deməli dostlar, bu günlər sizlərə realbusiness.com saytını tanıdacağam. Tanıtmadan öncə bir dənə şey deyim sizlərə. Burada 5 dollar hədiyyə qazanmaq istəyirsinizsə, aşağıda qoyduğum referral linkindən qeydiyyatdan keçsəz 5 dollar qazanmış olursunuz. Bu 5 dollara da sizə kofe dükanı verir dostlar. Yəni yatırımsız 5 dollar rahat bir şəkildə qazanacaqsınız dostlar. Hər nəsə çox uzatmadan saytını təqdim edim sizlərə. Deməli, qeydiyyatdan keçmişsinizsə giriş bölməsinə basırsınız və qeydiyyatdan keçdiyiniz adı və kodu yazırsınız. Bu arada adım çox qəribədir. 31 nəysə özüm mırta qoymuşam uşaqlar. Deməli, bizi qeydiyyatdan keçdikdən sonra, giriş etdikdən sonra isə belə bir səhifə qarşılayır dostlar. Gördüyünüz kimi buna sahib olmaq üçün, buradakı kofe dükanına sahib olmaq üçün aşağıdakı referral linkindən qeydiyyatdan keçin və bu kofe dükanına sahib olun. Deməli, bura bizim şəhərimizdir dostlar. Bir dənə kofe dükanımız var. Bu arada mən bura təzə başlamışam. İnşallah ki, böyütmək fikrim var həqiqətən də. Allahdan xeyirsi görə böyüdə bilsək zor olar. Deməli, şəhər bölməsi var, market bölməsi var, depozit bölməsi var, çıxarış bölməsi var. Bizə əsas olan depozitdən çıxarış bölməsidir. Mən bu videoda çıxarış etməyəcəm, çünki minimum 5 dollar deyir. İnşallah ki, çıxarış etdiyim videonu shorts kimi paylaşacağam və yaxud istəsəz uzun video kimi onu da çəkib paylaşa bilərəm. Onu da şərhlər bölməsində yazın ki, yəni elə bir video gəlsin, yoxsa yox. Nəysə, deməli, market bölməsinə basırıq uşaqlar. Market bölməsinə basdıqda bizi belə bir səhifə qarşılayır dostlar. Gördüyünüz kimi bizdə bu sağdakı kofe dükanından var. Ətraflıya basırıq və görək bizə nə qədər qazanc verir. Kofe dükanı günlük bizə 0.6 dollar, 6 sent verir dostlar. Həftəlik isə 0.41 sent, aylıq 1.74, 1.74 dollar, illik 21.25 dollar verir dostlar. Başqa burada nələrimiz var? Məsələn üçün baxa bilərik, ən bahalılardan baxaq, birinin ən ucuz, biri bahalı baxaq. Deməli 2000 dollarlıq verir bizə. Günlük 29 dollar 38 sent, həftəlik 205 dollar 63 sent, aylıq 881 dollar 28 sent, illik 10.000 dollar 10.575 dollar 36 sent verir dostlar. 2000 yatırım eləsəz. Yəni market bölməsində bunlar dostlar. Yatırımınızı edirsiniz və günlük pulunuzu qazanırsınız. Minimum 5 dollar çıxartmaq olur. Mənim tövsiyəm odur ki, 2-dən 25 dollarlıqdan falan alın. 25 dollar həftəyə sizə 2.16 dollar verir. 2 həftəyə, 1 həftəyə 2 dənəsini alsaz 4 dollar 32 sent edir. Plus da 41 sent buradan gələcək. Hardasa 2 həftəyə pulunu 5 dollar eləyib çıxarışınızı eləyə bilərsiniz dostlar. Yəni 50 dollarlıqdan da ala bilərsiniz. Ətraf 50 dollarlığa baxaq. 19 dollar. Bir həftəyə 4 dollar 44 sent verir. Bu məncə 50 dollar, 2-dən 25 dollar yerinə bunu alsız daha yaxşıdır. Hər nəysə, deməli depozit bölməsinə gəlirik. Depozit bölməsində M10-la rahat bir şəkildə bura yatırımınızı eləyə bilərsiniz dostlar. M10-la yatırımınızı eləyirsiniz və marketdən istədiyiniz binanı ala bilərsiniz dostlar. Çıxarış bölməsində də yenə M10 var. Yəni çıxarış bölməsində M10-dan ödənişinizi və yaxud çıxarışınızı ala bilərsiniz. 5 dollarla 10.000 dollar arası nə edirsiniz eləyin, komissiya tutmur dostlar. Başqa yerlərdə məsələn çıxarış edə bilirsiniz, USDT də ala bilərsiniz falan filan. Bonus sisteminə gələk. Bonus sistemi heç, referral sistemi. Mən bu referalımı sizlər üçün paylaşacağam aşağıdan. Oradan qeydiyyatdan keçin, 5 dollar qazanın. Əgər siz də referral linkinizi paylaşmaq istəyirsinizsə, kütləviz varsa, referral linkini də paylaşa bilərsiniz öz referral linkinizi. Sonra əməliyyatlara gələk. Əməliyyatlarımız olmadığı üçün əməliyyatlar göstərmir. Əsas bölmə axtarış bölməsinə gələk. Axtarış bölməsinə məsələn üçün mən bura nə yazım? Kafalar yazım. Görüm kafalar var burada.
Kafalar buradaymış. Demek kafaların binalarına bakalım. Görün də, yəni kafalar aşağısı buradan aylıq 10.000 zat götürür də, yəni nağd. Başqa kafaların həqiqətən quruluşu çox süperdir. Axtarış bölməsindən başqa kim var? Məsələn üçün Azərbaycan youtuberlarından kim ola bilər? Məsələn Zoniya baxaq. Və bu da Zoni işarət. Taksilərə baxın uşaqlar. Zoni əməli kasıb həyatı yaşayır. Zoni taksi həyatı yaşayır burada yəni. Zoni nəcəb belə qurub bilmirəm. Yəqin ki, çox həvəsi yoxdur, çox da girmədiyi üçün belə bir yer qurub. Sonra burada kim var? Məsələn tanınmışlardan Zevs var. Zevsin işi də qəşəngdir. Binalar 2 dənə 2000 dollarlıq binası. Bu hardasa 5-6 min götürür aylıq. Başqa burada şeydən Türk youtuberlarından görüm kim var burada. Deliminə var, deliminə olmaz. Bir dənə Türk youtuberlarından kafalar var və salam. Burada çömərlik bölməsi də var uşaqlar. Çömərlik bölməsindən hansı pul çıxmırsa. Deməli, çömərlik bölməsindən rahat bir şəkildə kömək ala bilərsiniz. Hansısa bir mövzuda sualınız varsa, oradan girib sualınızı verə bilərsiniz dostlar. Bu arada videomuz 6 dəqiqə 20 saniyə olur. Yəni köməklik bölməsində belə deməsəm şifrəni necə dəyişdirmək olar falan filan. Yəni köməklik bölməsindən də rahat bir şəkildə suallarınızı verə bilərsiniz. Mən market bölməsindən bir dənəsini almaq istəyirəm əslində. Onu gələn video saxlayayım, yoxsa bu videoda alım, bilmirəm. Bir dənə 25 dollar görüm nə qədər edir. Dollar, manat, dollar, manat. 25 dollarımız nə qədər edir? Aşağısı bir 30-50 manat zad var. 42 manat 50 qəpik. 5 dollar nə qədər edir? 8 manat. 30 dollara pulunu yatırım edə bilərəm əslində. Deməli 25 dollar bundan alsam həftəlik 216. Bu da həftəlik nə qədər gətirir? 41 sent. Hər nəsə, inşallah gələn videoda yatırım edəcəm. Sizlər üçün yoxlayacağım, görüm həqiqətən də yəni qazanc gətirirmi, yoxsa gətirmirmi? Yəni özünüz bilərsiniz bu sayta yatırım eləməyi, fikirləşirsinizsə yatırım eləməyi özünüz bilərsiniz. Yəni mən sizə yatırım eləyin demirəm ki, çünki sonra məsələn üçün də sayt sizə pul falan göndərməz, sonra problem falan yaşamayın. Yəni məsləhət sizindir. İnşallah ki, yəni mən də yoxlayacağam sizlər üçün yatırım edəcəm, görüm pul çıxartmaq olur yoxsa yox. Onun qısaca videosunu paylaşacağam. Əgər bunun haqqında uzun video istəyirsinizsə, ikinci videosunu da sizlər üçün çəkə bilərəm dostlar. Hər nəysə, bugünkü videomuzun da sonuna gəldik, çatdıq. Videomuza like atıb kanalımıza abunə olsanız bizi çox-çox sevindirmiş olarsınız. İnşallah ki, sizlərin dəstəyi nəticəsində 1000 abunə tez bir zamanda olarıq. Sağ olun, özünüzə yaxşı baxın.